diyeyim. Biz değişilmeliyik. Biz niye göre değişilmeliyik? Biz yeni bir keşf etmedik. Bizim değişilmemiz ecdatlarımızın yolunu devam ettirmektir. Biz artık Çarlık ve Sovyet Rusyasını Pehleviler ve İran Fars Molla rejiminin ve diğer metodolojiyaların ramelinde bir faydalı olarak kabul etmir ve elbette ben kabul etmirəm. Bizim yolumuz ancak milli metodolojiyadır, milli yoldur. Zaten yoldur bizim. Bizim yol milli yolumuzdur. Yolumuz kimin yoludur? Öz büyüklerimizin yoludur. Eğer ki ister bir elinde kılınç, bir elinde karım olsun, bütün büyüklerimizin, Mehmet Füzurların yoludur, Şahsımanların yoludur. Ben de hamısının adını bir çevirmek istemiyorum. Ancak ne demek istiyorum? Niye değişmeliyiz? Biz şimdi Kuzey Azerbaycan'da, Azerbaycan Respublikası adlandırır. Bizi işgal ettiler, bizi zorla Tatar adlandırdılar. Dillər Bəşim Azərbaycanlı da adlandırar, dillər Qumlu da adlandırar, hər 19-cu əsrdən. Yəni, demək istədiyimiz odur ki, bu kitabımızın Azərbaycan Türk fəlsəfəsi adlanması, bu, yəni, təbiidir. Burada, yəni, keçmişimizə baxanda, məsələn, biz hər bir kəsə sevgi və saygımız var. Zaten Türk'ün mahiyyətində ədalət var, sevgi var, insanlıq var. Mənim düşüncəmə görə çox az sayılı xalqlar var ki, özündən daha çox istər dünya görüş baxımından, din baxımından, etnik baxımından bu qədər başqalarına dəyər versin. Bu anlamda deyil ki, ancaq Türk'ün fəlsəfəsindən gedirsə, biz nə deyək? Mirzə Fətəli Axundov. İndi dünya görüşləri fərqli ola bilər, fəlsəfəsi fərqli ola bilər, mən onu demirəm. Baxmayaraq ki, Mirzə Fətəli Axundov 1843-cü ildə yazırdı, mən türkmənəm, Mirzə Axundovuna deyib diləkçədə. Ancaq 1860-cı ildə yazır ki, bizim nəslimiz Parsdır, bu başqa bir məsələdir. Yəni, demək istədiyimiz olur ki, baxdıqda Həsən bəy Zərdabi, mən 19-20-ci əsrlər deyirəm, yəni Əli bəy Hüseynzadə, Nəbati, İstər Azərbaycanımızın güneyi bizi fərq etməz, Mirzə İbrahim Talıbov, Məhəmməd Hidərci, Sabir, nə deyək indi? Mirzə İbrahim Sabirə, biz indi Sabir Azərbaycanlıdır, biz elə deyilik, dövlətimizin adı. Ancaq rəhmətli Mirzə İbrahim Sabir dövləyə gəzədirsə, deysən ki, sən Azərbaycanlısın, bu bir müəyyən anında, əlbəttə ki, ancaq adamın mahiyyəti, bunu yazdığı şeirlər Türklük və İslamlıq üzərində qurulmuşdur. Çox güzel bir şeir də var, o bir şeirdə çox anlatır ki, biz keçmişdən deyir, Şah İsmail'lə deyir, Sultan Səlimni etdi, biz indi deyir biz, Sabir deyir, indi də deyir, yardımcı olmuş Osmanlı, yardımcı olmuş İranlı, Türklüyümüzü unutmuşdur. Yəni, nə demək istəyirəm? Mən hesab edirəm ki, bu kitablarımızda da bizim düşüncəmiz budur. Biz Azərbaycanımızın adından Sovet sözünü götürdüyümüz kimi, Rus sözünü götürdüyümüz kimi, zaten bu müvəqqətidir və əvvəldə davam edə bilməz. Biz Azərbaycanımızın önündə İran sözü də ola bilməz. Azərbaycanımızın önündə olsa ancaq Azərbaycan ola bilər və Türklük ola bilər. Bu mənim düşüncəmdir. Yəni, Azərbaycan Türk fəlsəfəsi nə deyək biz? Yəni, dövlətimiz sadəcə 18-ci ildə Cumhuriyetimizin kurucusu Mehmet Emin Resulzade ve diğer kurucu babalarını durmadan sadece devletimizin adı Azerbaycan adlandırıldığına göre bu cindiyetçi Azerbaycan medeniyeti, Azerbaycan tarzı devletimizin adı olsaydı Xəzəristan, bu cindiyetçi dilimiz Xəzər dilidir, biz Xəzərliyik ya da Ulus'tan. Zaten o günde o vaxtlar bir teşrifler vardı. Mehmet Emin Resulzade, Nesip ve Yusufbəyli kimi büyüklerimizin her halde mən elə düşürəm, baxmayaraq o gündə razılaşmışlar bəziləri. Biz bir Türk devlet kuruyoruz. Neden Azerbaycan? Çünkü onların da Azerbaycan sözü hakkında bence bazılarının çok değerli testleri yoktu. Yani ne etmek istedik? Dilimizin Azerbaycan, felsefemizin Azerbaycan, tarihimizin Azerbaycan adlanması sadece devletimizin adına bağlıdır. Devletimizin adına bağlıdır. Bu da bizim o kurucu babalarımızın büyüklüğüdür ki devletimizi elə biraz seçtiler ki Mehmet Emin Resulzade'nin dediği gibi Türkiye değildir. Herkes Azerbaycan'ın üzerine doğmak bildi, öz vətəni bildi. Bu büyük bir felsefedir. Bizim yani kitaplarımızda azdan çoktan mütalaa edenler bilirler ki yani bizim düşüncemizde Azerbaycanlığımız ve Türklüğümüz koşa bir kanattır. Yani burada hiçbir fark yoktur. Türklük ve yahut Azerbaycanlığımız. Yani yeni diyelim, bu mesela budur, bu Azerbaycan Türk felsefesi, Mirzə Məhəmməd Sade kitap yazdı, Azerbaycan Türk Mətbuatı. Yani benim
Üzeyir Hacıbəyli dedilər burada. Üzeyir Hacıbəyli Müslüm adama ilə bircə kitab yazdı, Azərbaycan Türk nəğmələri, Azərbaycan Türk şibələri. Yəni, burada nədən bu belədir? Mənə elə gəlir ki, bu aydındır. Biz 70 illik Sovet İmperiyasının çizgi cəhətdən kürəliyindən qurtulmuşuq. Ancaq 34 illik müstəqilliyimizi bərpa istəkdən çox təəssüf olsun ki, hələ də elmdə, hələ də müəllimlər arasında hələ də qurtulmayanlar vardır. Artıq yetər, artıq Cənab Prezident İlham Əliyev artıq müəyyən mənada insanlara, o elm adamlarına, bir çoxlarına deyir ki, artıq biz kimik? Bizim ailəmiz Türk ailəsidir. Rusiya işğalçı olubdur. Yenə də müəyyən edəcək yox. Məsələn, Rusiya işğalçı olubdur, ancaq yaxşı işğalçıdır. Mən deyirəm, dəyərli insanlarımız, işğalçının yaxşısı pis olmur. İşğalçı işğalçıdır. Azərbaycanımız inşallah, Azərbaycanımızın gələcəyi də nə Rusiya ilə, nə Amerikasıyla, nə İngilizinlə, nə onun Azərbaycanımızın gələcəyi ancaq Azərbaycan və Türk dünyasına baxır. Bunu Cənab Prezident də deyir. Mən anlayıram ki, bəzi məsələlər var, Rusiya Federasiyası böyük bir dövlətdir, İran İslam Respublikası adlanan rejimdə təhdidlər var, başqa. Ancaq biz doğrunu biz deməliyik. Yəni, biz ancaq deməməliyik ki, yuxarıdan bizə ancaq nəsə göstəriş versinlər, ancaq Cənab Prezident desin ki, işğal olunmuşdur 27 aprel. Biz nə etməliyik? Yəni, demək istədiyim odur ki, bu məsələ budur. İlham müəllim deyib qısaca mən vaxtında olmasından milli idealist ruh nədir, ya materialist ruh nədir?